Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla əsl yay piroqu hazırlayacağım. Piroqu hazırlamaq üçün 250 qram ələnmiş unun üzərinə 1 dolu yemək qaşığı şəkər, 1 paket vanil, 1 paket qabartma tozu əlavə edirəm. %100 qram kərə yağını da əlavə edib əlimlə umaç hazırlayıram. Umaç hazır olduqdan sonra üzərinə 1 ədəd yumurta əlavə edib yoğururam. Xəmir bərk olarsa yumurtanın miqdarını artırmaq olar. İkinci yumurtanı da əlavə edib xəmir yoğururam. Qeyd edim ki, yumurta çox böyük olarsa bəzən ikincini əlavə etməyə ehtiyac olmur. Hazır xəmiri listə yayıram. Əlimlə yaydıqdan sonra kənarlara doğru bu cür genişləndirirəm. Kənarları biraz yuxarıda olmalıdır ki, içlik dağılmasın. Biraz çiyələk götürmüşəm. Üzərinə buzluqda saxladığım gilə meyvələrdən əlavə etmişəm. Piroqa su salmaması üçün meyvələrin üzərinə 2 qaşıq qarğıdalı nişastası əlavə edib qarışdırıram. Gilə meyvələri xəmirin üzərinə əlavə edib yayıram. Qeyd edim ki, istənilən gilə meyvədən istifadə etmək olar. 100 qram krem pendir götürmüşəm. Üzərinə 25%li xam əlavə edirəm. Qeyd edim ki, krem pendiri adi kəsmiklərdə əvəz etmək olar. Stəkanın başından 1-2 barmaq əskik şəkər, 3 yemək qaşığı da qarğıdalı nişastası əlavə edirəm. 1 paket vanil, 2 ədəd yumurtanı da əlavə edib blenderdən keçirdirəm. Əgər blender yoxdursa, mikserlə də qarışdıra bilərsiniz. Hazırladığım qarışımı gilə meyvələrin üzərindən əlavə edirəm. Daha gözəl görünməsi üçün sonda üzərindən çiyələk düzürəm. 170 dərəcəlik sobada bişirirəm. Təqribən 1 saata tam hazır olur. Kənarları pudra rəngində olduqda, bu cür olduqda sobadan götürürəm. Artıq hazırdır. Halqanı kənarından çıxardıram. Halqanı çıxardıqdan sonra otaq şəraitində tam soyumalıdır. İsti-isti kəsmək olmaz. Otaq şəraitində soyduqdan sonra üzərini salafanla örtüb soyucuda ən azı 1 saat saxlayıram. 1 saat ərzində tam özünü tutduqdan sonra soyucudan çıxardıram. İndi kəsib içərisində sizə göstərəcəm. Həqiqətən də tort dadında, sanki kremli, ləzzətli, əsl yay piroqu alındı. Görürsünüz, içərisindəki gilə meyvələr dəndən qalıb. Həqiqətən də çox ləzzətli piroqdur. Hazırlayıb dadına baxmağa dəyər. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə değilsinizsə abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.